وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Ben çox acı bir hadisə zikr edəcəm. İnsanın qəlbi fitnəni dadandan sonra həmin fitnənin haqqa qarşı insanın qəlbini necə kör etdiyini və haqdan necə uzaqlaşdırdığını bilməyiniz üçün. Bundan sonra haqqa nə başını qaldırıb baxar, nə də ona bir dəyər verər. İmam Əhməd, Allah ona rəhm etsin, öz Müsnəd kitabında və eləcə də başqaları rivayət edirlər ki, tabiinlərin vaxtında xavariclər bir bəldəyə girirlər və həmin bəldədə bir məntəqəyə daxil olurlar. Orada da Abdullah ibn Xəbbəb yaşayırdı. Onun atası səhabədir, böyük səhabələrdən. Abdullah həmin xavariclərin gəlişindən qorxdu. Onlar qorxunç şəkildə gəlirdilər. Ona dedilər, nədən qorxursan? Yəni, səni qorxudan nədir? Abdullah deyir, məni qorxutdunuz vallahi. Yəni, qorxulu və şiddətli gəlişlə. Ona dedilər, sən Allahın elçisinin dostunun oğlusan? Dedi, bəli. Sonra dedilər, bizə atandan, onun da Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət etdiyi bir hədis danış. Abdullah dedi, eşitdim ki, atam Rasulullahdan sallallahu aleyhi və səlləm rəvayət etdi. Həqiqətən də fitnələr olacaq. Həmin vaxtı oturan, ayaq üstə durandan daha xeyirli olacaq. Ayaq üstə duran, yürüyəndən daha xeyirli olacaq. Yürüyən, tələsik gedəndən daha xeyirli olacaq. Və sən Allahın öldürülmüş qulu ol, öldürən yox. Onlar dedilər, sən bu hədisi atandan, o da Allahın elçisindən rəvayət etdiyini eşitdin? Dedi, bəli. Hədisi eşitməkdə bu məqama çatsan deyərsən ki, oldu, artıq bağlandılar. Hədistir. Özləri istəyib, o da rəvayət edib. Onlar dedilər, sən bu hədisi atandan, onun da Allahın elçisindən rəvayət etdiyini eşitdin? Dedi, bəli. Sonra da onu çayın qırağına apardılar və həmin yerdə onu qoyunu kəsən kimi kəstilər. Çayın qırağında boynunu vurdular. Sonra da onun evinə girdilər və hamilə zövcəsinin qarnını yardılar. Və onlar biraz əvvəl deyirdilər ki, bizə atandan, onun da Rəsulullahdan eşitdiyi bir hədis danış. Onlar belə işlər görəndə özlərinin islah edənlər olduğunu zənn edirlər və cəmaatın islah olması üçün çalışdığını, pis işləri aradan qaldırdığını, fəsad törədənlərin qarşısını aldığını fikirləşirlər. Hətta bu səhabənin oğlunu öldürməyi islahın bir babından sayırlar. Ona görə ki, fitnə onların qəlblərinə yerimişdir. Buna görə də 3 nəfər, Abdurrahman ibn Mulcim və onunla birlikdə olanlar, Kəbənin ətrafında Allahın evinin yanında toplanıb, özlərinin vaxtında olan ən böyük zalimları öldürmək istədiklərində, həmin zaman ən böyük zalimların 3 nəfər olduğunu təyin etdilər. Onların başında da Əli ibn Əbu Talib. Həmin vaxtın ən xeyirli insanı, Allah ondan razı olsun, onu ən böyük zalim olduğunu saydılar. Həddi aşanların başçısı təyin etdilər və onları öldürmək üçün sözləşdilər. 3 nəfəri öldürmək üçün vədələşdilər. Əli, Muaviyə, Amr ibn Alas. Ramazan ayının 17-si. Subhanallah. Bu, xavariclərin yolu kimi qalıb. Ramazanda vədələşirlər. Ona görə ki, Ramazan ayında insanlar əmin olurlar. İbadətləri və itayətləri ilə Allaha yönəlirlər. Ramazanda özlərinə hücum olunacağını təsəvvür etmirlər. Kim tarixə baxsa, onu görər. Onlar belə əməllərin çoxunu Ramazanda görürlər. Planlarını Ramazanda həyata keçirməyə qərar verirlər. Bu hadisədən nəyə şahid oluruq? Fəcr namazının vaxtında o əlini öldürmək üçün qılıncını qaldıranda bu ayəni oxuyurdu. İnsanlardan eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Yəni, o elə bilir ki, bu əməli ilə Allahın razılığını qazanır və onunla Allahın əcrinə nail olur. Beləliklə deyirəm ki, fitnələr bir neçə mərhələdən keçir. Artıq qəlb o fitnəni içmişsə, daha haqqı önəmsəməz, doğru yola dönüb baxmaz
nə Allahın ayələrinə, nə də Peyğəmbərin sallallahu aleyhi və səlləm hədislərinə bir dəyər verməz.